Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi marketlərdə satılan bir çox yağlardan həm üstün olan, həm faydalı, həm sərfəli olan qaymaqdan yağ hazırlayacağam. Bunu necə hazırlayıram? Buyurun, izləyin. İlk öncə nə edirəm? Bir vedrə qaymaq almışam. Bunu tavaya əlavə edib 15 dəqiqə dayanmadan bunu yoğururam. Həm asan, həm tez başa gələn bir yağdır. Artıq bu neçənci dəfədir ki, mən bunu hazırlayıram və bunu sizlərlə paylaşım edirəm. Yaxşı olduğu üçün, faydalı olduğu üçün, sərfəli olduğu üçün sizlərə də məsləhət görürəm. Əgər mən bunu hazırlayıramsa, demək ki, yaxşıdır ki, bunu özüm üçün istifadə edirəm. Əgər bunu paylaşım edirəmsə, demək ki, sizlərə də məsləhət görürəm. Nə edirik? 15 dəqiqə bunu dayanmadan yoğururuq. Artıq suyu çıxmaq üzrədir. Əgər bunun suyu çıxdısa, demək ki, qaymağımız yağ halına düşmək üzrədir. Bəli, bunu suyu çıxana qədər yoğururam. Artıq bunun suyu çıxıb, görürsüz. Bu formada olmalıdır. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Artıq yağımız hazırdır. Bunu suyun içərisindən götürürəm, yumurlayıram. Görüntü olaraq nehrə yağından heç də seçilmir deyərdim. Düzdür, nehrə yağı deyil bu, amma görüntü olaraq deyirəm sadəcə. Hamısını eyni qayda ilə suyun içərisindən yığdım və gördüyünüz kimi altından çıxan suyu da atmıram. Bundan da şor hazırlayacağam. Yəni bunu sizlərə göstərim deyə edirəm. Az da olsa bundan şor hazırlayacağam. Bunu bişməyə qoyuram, qaynamağa qoyuram. Çox bunu qaynatmırıq. Bişməyə düşəndə, qaynamağa düşəndə altını söndürürəm. Hazırladığım yağları da soyuq buzlu suyun içərisinə əlavə edib, bir dəfə də soyuq suyun içərisində yuyuram, tərkibində ayran qalmasın deyə. Dediyim kimi bunu suyun içərisində təmiz-təmiz yuyuram. Marketlərdən bir çox yağlardan alıb istifadə eləmişəm. Deyərdim ki, tərkibi eynidir. Sadəcə dəyişən qiymətləridir. Bunu həmişə deyirəm və indi də deyirəm. Gördüyünüz kimi şorumuz da qaynadı, altını söndürdüm. Onu da süzürəm. Yağımızı da əriməyə qoyuram. Yağımız da artıq ərimək üzrədir. Mən yağımızı tam qaynadıram. Tam şəffaf hala gəlinə qədər qaynadıram. Artıq gördüyünüz kimi yağımız hazırdır. Rəngini də görürsüz. Altını söndürürəm və bunu süzürəm. Süzgəcdən keçirdirəm. Şorumuzu da sizə göstərirəm. Az da olsa hazırladım bunu sizlər üçün.
Yağımızı da süzgəcdən süzürəm. Bəli, dəyərli izləyicilərimiz, bir sərfəli, faydalı videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.